Selamünaleyküm, hər vaxtınız xeyir. Deməli, buradan müraciətim Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, bir də Fövqəladə Hallar Naziri cənab Kemalettin Heydarovadır. Cənab Prezident, deməli 2 ildən artıqdır ki, burada Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Cümə məscidinə üzbəüz Mirzə Ağayev küçəsində qeyri-qanuni obyekt inşa edilib. Bu meydanı görürsünüz, bəlkə tanış gələr sizə. Bu meydanda 2005-ci il avqustun 11-i Hövsan kənd cəmaatı olaraq biz sizi burada qarşılamışıq. Bu Hövsan qəsəbəsinin dövlət tərəfindən qorunan meydan sahəsidir. Bu obyektin sahibi Vəfadar Malikoğlu Məmmədov 2 ildən artıqdır ki, bu obyekti tikib. Yəni aidiyyatı qurumlar bu obyektin tikilməsində biz şikayətimizə baxmayalaq. Rayon səviyyəsində, şəhər səviyyəsində, şəhərsalma səviyyəsində, Fövqəladə Hallar Nazirliyi səviyyəsində şərait yaradılar konkret bu adam üçün ki, bu obyekti tiksin, üstün örtsün. Nə qədər şikayət eləmişik, şikayət eləmələrimizə heç yerdə baxmayıblar. Yəni, Hövsan kəndində, Hövsan qəsəbəsində özbaşınalıq baş alıb gedir. Bax, bu tikintini gördüyünüz bu tikinti 2 ildən artıqdır ki, tikilir. Fövqəladə Hallar Nazirliyi bizim təzyiqimizlə, yəni təzyiq elədik, xahiş elədik, getdik, gəldik, məktub yazdıq, şikayət məktubları yazdıq. Axır Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizlik nəzarət idarəsi bu Vəfadar Məmmədovu bu obyekti söküntüyə verib. Məhkəmələr gedir hal-hazırda. Bir də Ədliyyə Nazirliyi bu cənab Vəfadar Məmmədovu dövlət qanunlarını saymadığına görə bu adam sözün əsl mənasında nə dövlət qanunlarını sayır, nə məhkəmələri sayır, özbaşınalıq eləyir bu Hövsanda. Yəni saymadığına görə bunu məhkəməyə istintaq işi gedir bunun haqqında 2 dənə yerdə. Həm Fövqəladə Hallar Nazirliyi, həm də Ədliyyə Nazirliyi istintaq idarəsi bu adam üçün istintaq işi açırıb, istintaq gedir hal-hazırda. Məhkəmələrdə də məhkəmə çəkişmələri gedir. Bu arada bu işin məhkəmədə olmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyinin bəzi qurumları, o cümlədən yanğına nəzarət xidmətinin xidməti şəxsən Yanğına Nəzarət Xidmətinin rəisi Vaqif İbrahimov bu obyektə yəni rəy verib, yanğın. Sonra Dağ Mədən Nəzarəti Dövlət Agentliyi Ağayev Vüsal bu obyektə məhkəmələ yenə qeyd edirəm, məhkəmələrin getməsinə baxmayaraq bu obyektə rəy veriblər. Ondan sonra Dadaşov İnstitutu rəy verib, Azər Dövlət Layihə rəy verib. Yəni, bu adam üçün Cinayət Məcəlləsinin 222-3 maddəsi ilə Fövqəladə Hallar Nazirliyində İstintaq İdarəsində iş açılıb. Bir də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində 306 Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi açılıb. Yenə bu adam əlidindən qalmır, cinayət işləri, yəni istintaq idarəsinə zənglər eləyirik, yubanır. 3 aydan, 4 aydan artıqdır ki, istintaq işi açılıb, yəni cinayət işi açılıb. Rəylər də var müəyyən qurumlar tərəfindən, amma yəni yekun nəticə yoxdur. Bizə yekun nəticə deyən yoxdur. Biz də dəfələrlə Fövqəladə Hallar Naziri cənab Kemalettin Heydarov cənablarının qabullarına düşmək istəyirik. 7 dəfə qabullar baxmışıq internetdən, qabulları görmüşük. 15-i rayonlarda təxirə salınıb.
Birində Qəbələdə biz getmişik. Qəbələdə yəni müəyyən xahişlərdən, müəyyən nə bilim baxdılar ki, Bakıdan gəlmişik, qəbul eləmirdilər bizi. Axır qəbul elədilər. Fövqəladə Hallar Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəisi, adı yadımdan çıxıb. O bizə söz verdi ki, mən sizi Kemalettin müəllimlə Bakıda görüşdürəcəyəm. Bakıda neysə, Kemalettin müəllimlə yenə biz getdik Xırdalan şəhərində. Qəbul var idi. Yenə getdik qəbula. Bizim üçün maneələr yaradılar bu alt qurumlar. Nazir, yəqin ki, cənab nazirin bu işlərdən xəbəri yoxdur. Bizim üçün, cənab nazir, sizə müraciət edirəm, bizim üçün sədd qoyurlar, bizə mane olurlar sizinlə görüşməyə. Qəbula yazılır, dəfələrlə bizə mane olurlar. Yəni, xahiş edək, bizi qəbul eləyin. Yəqin ki, sizin bu işlərdən xəbəriniz yoxdur, sizə xəbər vermirlər. Biz şəxsən sizinlə görüşüb, dərdimizi demək istəyirik. Kənd sakinləri olaraq, bu məhkəmə işində 62 nəfər iddiası var. 300 neçə nəfərdə narazı şəxslər var ki, yəni narazılığımız ondan ibarətdir ki, bu bizim bu obyekt tikilib, parkovkasını bu meydan sahəsinə açmaq istəyir. Yəni bu meydan sahəsi də bildiyiniz kimi dövlət tərəfindən qorunur. Bizim narazılığımız bu obyektin qeyri-qanuniliyi, yəni qeyri-qanuniliyin bütün qurumlar demək olar, şəhər salma, sonra fövqəladə, yəni qəbul edib ki, məhkəməyə verib də söküntü ilə bağlı. Qurumlar qəbul edib, ancaq bu adam Məmmədov Vəfadar Malik oğlu əlidindən qalmır. Onun üçün İstintaq İdarəsində nə edirlər bilmirik. Yəni cinayət açıblar, onun üçün neysə yubanır. Yəni bu nə özbaşınalıqdır? Ne üçün belə bu bəzi dövlət qurumları özbaşınalıq eləyirlər? Dövlətin konstitusiyası var, bizim konstitusiyon hüquqlarımızı pozurlar. Dövlətin prezidenti var, üst qurumlar var. Biz prezident administrasiyasında dəfələrlə olmuşuq. Orada bir çox dövlət məmurları ilə görüşlərimiz olub. Yenə bu özbaşınalığı hövsanda davam eləyir. Bu hara gedib çıxır bu? Bu dövlətin bəzi məmurları nə üçün yəni bu dövlətin qanunlarını saymırlar? Nə üçün adi vətəndaşla dövlət arasında sədd yaradırlar və narazılığa səbəb olur bu sədd. Xahiş edirik artıq dərəcədə bizim bu xahişlərimizi nəzərə alın, müvafiq orqanlara tapşırıqlar verin ki, bu işi müsbət həllini tapsın. Sağ olun.